İslam tarixinin mühüm hadisələrindən biri də mübahilə hadisəsidir. Mübahilə hadisəsinin İslam tarixində özünə məxsus bir yeri var. Bu hadisə ilə bağlı Ali İmran surəsinin 61-ci ayəsi nazil olub. Bu hadisə Əhl-i Beytin məqamını açıq-aşkar bəyan eləyən mühüm hadisədir. Və bu ayədə Allah birbaşa özü Əhl-i Beytin məqamını tanıtdırır, bəyan eləyir. Həzrət Peyğəmbər əleyhissalam barəsində buyurur: "Əntə minni bimənziləti Haruna min Musa illa ənəhu la nəbiyyə bə'di." Sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimidir. Bir fərqlə ki, məndən sonra Peyğəmbər yoxdur. Məndən sonra Peyğəmbər yoxdur deməklə bunu istisna eləyir. Yəni, Harunun başqa bütün məqamları, vəzifələrin hamısını sən daşıyırsan. Həzrəti Harun, Həzrəti Musanın qardaşı idi, vəsisi idi, xəlifəsi idi. Sən də mənim xəlifəmsən, mənim vəsimsən. Bir fərqlə ki, məndən sonra Peyğəmbər yoxdur. Vaxtilə Həzrət Peyğəmbər əleyhissalamı özünə qardaş elan eləmişdi. Qardaş elan eləyib, öz vəsisi, canişini, xəlifəsi elan eləyib. Amma Allah gəlir bu ayədə Nəcran xristiyanları ilə ki, mübahisə yaranır, axırda iş gəlir, mübahiləyə dayanır, bir-birlərinə Allahdan yalançılar üçün lənət diləyirlər. Orada Həzrət Peyğəmbərə Allah buyurur, onlara dinən: "Fəqul təaləv nəd'u əbna'ana və əbna'əkum və nisa'ana və nisa'əkum və ənfusana və ənfusəkum thumma nəbtəhil." Siz də oğlanlarınızı, biz də oğlanlarımızı çağıraq. Siz də qadınlarınızı, biz də qadınlarımızı çağıraq. Siz də özünüzü, biz də özümüzü çağıraq, gətirək. Peyğəmbər oğlanları olaraq İmam Həsənlə İmam Hüseyn əleyhissalam bunları apardı. Qadınları olaraq Həzrət Fatiməni apardı. Özü olaraq Həzrət əleyhissalamı apardı. Allah buyurur ki, Əli sənin canındır Peyğəmbərə. Əhl-i Beytin, Həzrət əleyhissalamın məqamını insanlığa tanıtdırır bu ayə vasitəsilə. Allah bizləri Peyğəmbərin canından, nəfsindən, oğlanlarından ayrı salmasın inşallah. Sözümüzü onların sözləri ilə, mövqeyimizi onların mövqeyi ilə tamamlayan bəndələrindən inşallah bizlərə qərar versin. Allah bu günü hər birimizə mübarək eləsin. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.